Xəbər verdiyimiz kimi, ötən gün Qubada toy karvanında olan Vaz 2107 markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü dünyasına dəyişib. Unikal Azın məlumatına görə qəzada həyatını itirən sürücü 23 yaşlı Şahbala Asəfoğlu Mehdiyev Vətən müharibəsi iştirakçısı olub. Ucar rayonunda yük avtomobili aşıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kənd ərazisindən keçən hissəsində baş verib. Yevlax rayon sakini 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş KAMAZ markalı yük maşını hərəkət zamanı idarəetmədən çıxaraq yolun hərəkət hissəsini aşıb. Nəticədə yolun bir hissəsi qismən bağlanıb və avtomobillərin hərəkətində çətinlik yaranıb. Sürücünün sözlərinə görə hadisəyə nəqliyyat vasitəsində yaranan texniki nasazlıq səbəb olub.